نعم. يقول السائل: انتشر بين طلبة العلم الأخذ من اللحية فآمل التوجيه. ما هم طلبة علم ذولا يأخذون من اللحية، ما هم طلبة علم. طلبة العلم يعملون بالسنة، والسنة توفير اللحية، اللي يأخذ من اللحية ليس من طلبة العلم. İnsan fovzanı tanımır əslən. İnsan fovzanı əslən tanımır axı. Tanımaq istəmir. Fovzandan mənə dəlil gətirir. Axı, problem nə o fetvadadır? Problem insanların fəhmindədir. Adi bir misal verirəm, başa düşürsəsiniz. Bu yaxınlarda təzə bir şey görmüşəm. Fovzanın fətvasını qoyublar. Saqqalını qısaldan elm tələbələri barədə. Şeyh Fovzan deyir ki, onlar elm tələbəsi deyil, elm almaq olmaz və s. və ilə axır. Birinci, bunu tərcümə edib qoyanın məqsədi nədir? İnsan özünə sual verməlidir. Yəni, insan əməl iş görəndə, mən də oturub söhbətlə, məqsədim nədir? Öz nəfslərimizi islah eləmək. Məqsədi nədir ki, onu tərcümə edib qoyub? Aydındır. Elm tələbələrindən kimlər ki, saqqal qısaldır, onları cərhlədir. Fətvada problem yoxdur. Şeyh Fovzan sözü düzdür, həm də tənqid nöqteyi nəzərindən düzdür. Şeyh Fovzan deməli deyildir ki, düzü deyirlər. Tənqid nöqteyi nəzərindən haqdır. Çünki Şeyh Fovzana sual verirlər ki, bizdə məmləkətdə, Saudiyada, tələbələr arasında yayılıb kişi saqqallarını qısaldırlar. Şeyh deyir ki, onlar elm tələbəsi sayılmır. Tənqid nöqteyi nəzərindən belə deyilməlidir, haqdır. Hökm nöqteyi nəzərindən yox, qardaş. Yaxşı. Bugün sən o fətvanı, təbii ki, o fətvanı bu cür tərcümə edib, aydındır niyyəti nədir? Yayın adam xəstədir. Biz ondan danışmırıq. Fəqət sən məsələyə bax ki, bir cahil sabıq gələr, bu fətvanı götürər, Albani cərh edər. Albani saqqalını qısaltmırdı. Hə? Qısaldırdı, qısaltmırdı. Qısaldırdı. Qısaltmağı caiz bilirdi, bilmirdi. Caiz özü əmr edirdi. Ki, bir tutumdan oynana qısalt. İmam Əhməd də o cümlədən. Başa düşmədim, Albanidən elm götürmürük biz. Yoxsa İmam Əhməddən elm götürmək haramdır. O fətvana belə deməlisən, düzdürmü? Niyə demirsən? Çünki onun qəsdi Albani, İmam Əhməd deyil, qəsdi sənsən. O insan xəstədir. Xəstədir. Mənim o insana yazığım gəlmir, o insan bədbəxtdir. Fəqət başqasını özü kimi bədbəxt eləmək istəyir. Yazığım gəlir onu dinləyənə. Ona görə 1000 dəfə deyirlər ki, elm oradan götürülmür YouTube-dan. Elm götürülür alimlərin əlindən və dilimdən. Elm əhlindən. Və salam. Otururlar YouTube-da dicəyli eləyirlər. Get, Quran oxumaq uyurlar. Qurandan 2-dən sonra düz əməlli oxuya bilmir. Sabah bir üzü ağ namaza çıxara bilmirik. Vallahi problem damısı. Qiyamət günü Allah Azza və Cəllə soruşacaq. Ona görə ayıb deyə bu şeylər. Biz ona görə o adamlardan danışmırıq, axı. O adamları biz tanıyırıq. Onları oraya yerləşdirən, heç bir Azərbaycanda yaşamır, axı. Hamısı oturublar bəzi ölkələrdə. Oradan fəqət, qarış, belə millətə canın yanır. Gəl dəvətlə. Gəl dəvətlə, axı. Mən bilmirəm. Mən bilmirəm axı, mən o qəlbinə girməmişəm. Yox, sən yaxşı bilirsən, qardaş, belə danışma da. Sən belə danışırsan ki, mən indi o mübahisə niyyəti ilə eləyirsənsə ki... Mən mübahisə eləmirəm, mən səni tanımıram, mən mübahisə edəcəm sən. Belə danışır, qardaş, gəl, qəlbimizi Allaha qarşı səmimi açaq. Mən səmimiyəm, qardaş, mən səmimi olmadan sənədən gələməzdim. Bilirsən ki, bax, sən də yaxşı bilirsən ki, sən məndən də yaxşı bilirsən. Ha. Sən məndən də yaxşı bilirsən ki, onu orayı, bax, mən sən bax, sözüm nədir, əziz qardaş. Çox ki, bu mənim özümün internetdə dərsim də var ki, hətta düzü adını mən elə qoymamışım, qardaşlar qoyurlar ki, kişinin saqqalı olar, düzdürmü? Bilməm, dinləmişsə yox, yəni bu barədə dərsim var. Təxmini bir qardaşlar xahiş eləmişlər, sual vermişlər, 15-20 dəqiqəlik. Kişinin saqqalı olar. Bu barədə dərs var. Mənim sözüm nədir? Sözüm odur ki, əgər bu insan doğrudan da Allah Rasulunun o sünnətlə dəvət edirsə, eyb etməz. Götürərdi, məsələn, bir dənə bir şeyxin bu barədə, saqqal barədə, isbal barədə bir dərsini yarım saatlıq, 40 dəqiqəlik, 1 saatlıq tərcümə eləyib qoyardı, bilərdik ki, bu insan faydalı iş gördü, insanlar sünnəti çağırır. Amma təbii ki, bu insanın məqsədi bu deyil. Saqqala çağırmaq
mən səndən xahiş edirəm, bir də ikinci dəfə sənə sual verirəm ki, sən mənə sualıma cavab verəsən ki, bu sən onun niyyətini, qəsdini, məqsədini haradan bilirsən? Qardaş, onun qəsdini mən yox, onu sən də bilirsən. Əstəğfirullah. Haradan bilirəm mən onun qəsdini? Qardaş, qəlbinə girmişəm. Mən öz qəsdimi bilirəm. Mən sual vermişəm o kişiyə, orada olanda, dərsdə olanda. Yazmışıq, vermişik, o da orada veribdir. Yazmışam mən. Məndən başqa heç bir Azərbaycanlı yox idi orada. Və o insan da onu tərcümə edib qoyub ora. Mən ondan sormamış, haradan bilirəm ki, onun qəsdi nədir? Haradan bilirəm? Qardaş, qulaq as. Sən onu oraya yerləşdirən tanıyırsan, tanımırsan? Tanımıram. Tanımırsan? Yox. İstəyirsən ki, mən vermişəm, oraya yerləşdirib necə? Qardaş, onu mən sormuşam, o sual sormuşam, o sual. O sual yazılıbdı. Bildimi yazılıb, o demirəm, yazılandan söhbət getmir. Söhbət onu yerləşdirəndən gedir. Mən, yəni, lap yerləşdirən olsun. Deyirəm ki, sənlə mən o yerləşdirənin, ora nə üçün yerləşdirinin haradan bilə bilərik? Yəni, qəsdin olduğunu haradan bilərik? Ələr aydındır, ələr göstərir bunu. Necə yəni aydındır? Qardaş, görsən bilmirsən ki, onun nə qəsdini yerləşdirib ora? Niyə, nə oldu bilmirəm? Aha. Mən sən sual verirəm. Bax, sən onu dinləyirsən, hə? Səndə nə fikir yaranır? Yəni, bunu bura yerləşdirən qəsdi nədir? Bax, sən özündə. Mən sarahətən sənə, açıq-açıq sənə deyirəm, məsələn, odur ki, onu saqqalını qırxan insan ondan elm götürülmür. Elm tələbəsi deyil o. Saqqalını qırxan yoxsa saqqalından götürən? Saqqalını qırxan. Saqqalından götürən. Yəni, saqqalın həddini məndən yaxşı bilirsən. Şeyx Albani Rəhməhullah deyib ki, bir qabdadan, yəni, bir ovucudan aşağı yuxarı götürən o saqqal sayılmır ümumiyyətlə. Aydın, bəli. Aydın məsələdir, gözəl. Oydu. Sözüm nədir? Əla. Deməli, sən özün də deyirsən ki, onu dinləyəndə, məsələn, kimsə onu yerləşdirməyib, sən onu dinləyəndə, sən özün də deyirsən ki, məqsəd budur ki, saqqalını kim qısaldır, ondan elm götürülməz. Düzdür. Bu nəyə xidmət edir? Necə nə xidmət edir? Elmi ki, elm əhlindən götürürlər, ona xidmət edir. Ona xidmət edir? Bəli, nə eləməlidir ki? Şeyx Albani elm əhli deyil. Şeyx Albani nə edib ki? Saqqalından götürübdür. Saqqalını götürmürdü. Allahdan qorx, qardaş, Allahdan qorx. Şeyx Albani bir qabdadan yuxarı götürmürdü, o qabdaydı. O saqqaldan götürməkdir. Səbirlə. Yox, səbirlə. Sən niyə danışırsan ki? Şeyx Fozan, hafizahullah, nə deyir fətvasında? Deyir ki, saqqalından götürən. Deyir də elm tələbə sayılmır. Sayılmır, bunu sabah, bax, dəstə də dinlə demişəm. Çünki sən özün də bilirsən ki, Şeyx Fozan saqqalı bir tutumdan o yana da götürməyi caiz bilmir. Bilmir, hə. Bilmir, mən aydındır bu məsələ. Və Şeyx Fozan deyir ki, saqqalından götürən elm tələbə sayılmır. Orada da dəstə də demişəm. Sabah götürəcək bir cahil bunu, bu fətvanı Albani vuracaq. Vurmayacaq qardaş onadır. Qardaş vuracaq. Qardaş, mən onu şeyxin özündən soruşmuşam. Darüfədə, sən səbr elə, səbr elə. Sən səbr elə. Darüfədə mən ona soruşmuşam. Şeyx Fozan orada deyir ki, bu saqqal qabda məsələsi alim elm əhli arasında ixtilafdır. Hətta İmam Əhməd. Onda İmam Əhməd də takır. İmam Əhməddən bir qabdan yuxarı aşağı götürməyi, yəni caiz görürdü. Yox, bilirəm, onda sən Albani ilə Əhmədi bu məsələyə, yəni adı çəkməyə, yəni heç bir şey lüzumu yoxdur burada, yəni. Biz orada gedirik ki, bir qapıdan yuxarı. Şeyx Fozan o demir. Şeyx Fozan o demir. Qardaşım, mən sual vermişəm də, mən bilirəm də ona nədir. Sən axı, niyə deyirsən axı? Nə deyir, sən sual vermişsən. Kim sual verir? Bizə odur ki, Şeyx Fozan... Ayrılıq fasiklikdə alimin adını üstəksin. Bax, deyir ki, saqqalından götürən elm tələbə sayılmır, düzdürmü? Saqqalını götürmək deyəndə o bir qapıdan yuxarı nəzərdə tutur. Mənim qardaşım. Qardaş, orada onun nəzərdə tutulur, sən hardan götürdün? Mən sual verdim, çünki ona görə. Mən sual verdim ona. Sən sual verirsən, amma orada onu qisminlər var. Hardan bildin ya? Yox, aydın məsələ. Sən hardan bildin onu, qardaşım? Onu tərcümə edən orada yazır ki, saqqalını qısaldan. Saqqalını qısaltmaq nədir? Bir tutumdan da o elə qısaldan da qısaltmaq sayılır. Mən orada deyirəm ki, sən tam deyirlər, sən niyə emosiyona danışırsan, qardaş? Sən tam deyirlər, yəni emosiyana qapılmaq, əgər məqsəd qoymuşsan bir insan hədər, deyib etməz. Amma ki, mən orada, əgər sən mənim ləfslərimə dəqiq dinləsən, orada deyirəm ki, sabah bir cahil götürər bunu, cərh eləyər Əlbənini və Əhmədi. Bu sözlə, baxma ki, mən bilirəm, Fozan sözü buna dəlalət eləmir, bu aydındır. Sən deyirsən ki,
Şeyh Fovzan çünkü ham bilir ki Şeyh Fovzan ümumiyyətlə saqqalı qısaltmağı caiz görmür. Dəxli yoxdur, bir tutum da bir tutumdan o yana. Aydındır. Ama Şeyh Fovzan deyir ki, kim saqqalından götürsə və tərcümə deyirlər ki, kim saqqalını qısaltsa, tutardı, Alban saqqalını qısaltır da saqqalından götürür. Bir tutum da yox, bundan söhbət getmir orada. Və bundan da əlavə, bu artıq məlumdur. Çünki sən deyirsən ki, eləməyəcək, eləyiblər artıq. Nə eləyiblər ki? Albaniyalılar estiz eləyirlər. Bugün Albaniya deyər, Rusiya deyər, bugün həmin fətva ilə başqa bir söz deyir. Qardaş, sən özün bayaq malicsən, sən məndən çox gözəl bilirsən ki, burada o sualı verilməkdə ona deyən insanlar şəxsən bizim Azərbaycanın ölkəsində kimləri nəzərdə tuturlar ki, elm tələbəsi altından danışan elm tələbəsilər deyirlər. Qardaş, sən özün bayaq malicsən, sən məndən çox gözəl bilirsən ki, burada o sualı verilməkdə ona deyən insanlar şəxsən bizim Azərbaycanın ölkəsində kimləri nəzərdə tuturlar ki, elm tələbəsi altından danışan elm tələbəsilər deyirlər. Bilirsən nə deyir? Bilirsən zənglib nə deyir? Nə deyir? Amma mənim telefonuma zənglib deyir ki, uzun danışmaq qısacası Albaniyyə fasikliyi iddiam edib. Kim eləyibdir? O adam özü fasikdir. Mən demişdim. Mən demişdim, mən zəng eləmişəm. Haçan elə, sənə dedim ki, Albaniyəni fasiklikdə misal çəkmə, Allahdan qorx. Mən elə demişəm sənə. Qardaş, kimdir danışan? Mənəm sahib bayaq zəng eləyib, mən danışırdım sənə. O qardaşlarından söhbət getmir. Qardaş, mən o sözü demişəm ki, fasiklikdə Albaniyəni niyə misal çəksən? Mən demişəm o sözü. Bayaq zəng elədim, dedim də sənə. Qardaş, səndən söhbət getmir. Mən deyirəm ki, mənə zəng eləyiblər. Uzun söhbətdə qısa deyirəm. Sən Albaniya Murciya deyirsən? Yox, mən əstağfurullah. Mən naborot sənə ona görə dedim ki, şeyxin adını çəkmə. Mən səni tanımıram, qardaş, sən deyirsən. Tanımıram, sən mən zəng eləmişsən bir Allah danışım. Bayaq dedim ki, mən sənə dedim ki, qardaş, şeyxi misal vermə. Qardaş, bura bax. Bura bax, qardaş. Baxıram. Söhbət ondan gelir ki, aydındır. İstəyən adam o fətvanı götürür, Albaniya tərliyə bilər. İstəyən adam, qardaş, Albaniya özünü partlatmaq barəsində fətvasını götürüb, bizi terrorçuluqda da ittiham eləyə bilər. İstəyən adam çox şey eləyə bilər. O nə deməkdir? Belə şey, prosta alimin adını növ çəkirsiniz, qardaş. İbn Bazın adını çəkirsiniz. Belə şey olar, qardaş. Alimi niyə ittiham edirsən sən? Alimi mən ittiham eləmirəm. Bu ittihamda sən fasiklikdə örnək gətirirsən onu. Saqqalı qıxmağa örnək gətirirsən. Kim yerləşdirib onu, o düşünməliydi onu. Mən yox. Sən danışma, sən danışırsan rəddiyəvi ver, alimin adını öz çəkirsən. Bunun sözü yerləşdirməsi. Ay qardaş, ona denəndə alimin öz adını çəkirsən. Biri zinada ittiham eləsə, sahabəyə zinada örnək gətirəcəksən, eləyib sahabə zina eləyib, hə? Buna deyirsən danışma. Ay qardaş, danış, ona ver rəddiyəni. Sənin alimlə nə işin var? Elm əhli ilə sənin nə işin var? Eşidirəm səni. Söz iddiamı vura deyirəm. Yəni sən sözünü qutardın da. Yəni mənim məqsədim odur ki, insanlar istəsən onlara yəni belə cavab ver, yəni başqa cür cavab ver. İnsanlar özləri artıq hər şey bilirlər. Bu mövzuda saqqal mövzusu varsa, o insan nəyə görə qoyubsa onu ora, onun niyyətini Allah bilir. Yaxşı, mən sən bir söz deyirəm. Sənin bugün Azərbaycanda məqsədi dəvət deyə yox. Mənim məqsədim Azərbaycanda yox, dünya hər yerində biz doğulmuşuq dəvət etmək üçün. Allah'a ibadət edib, Allah'ın... Biz indi burada yaşayırıq, mən burada Azərbaycan misal, yəni burada yaşayırıq. Buna məqsəd dəvətdir. Mən sən söz deyirəm. Tutaq ki, o onu yerləşdirdi orada. Cavab başqa bir şey var. O önce kimsə yerləşdirən, bu şeylər mi olmuyor orada? Mən sənə söz deyirəm, o insan dəvətə xidmət edir. Yaxşı, o da mənlik sənlik deyil, onu mən bilə bilmərəm. Mən düşündürəm var, qardaş. Sən nə düşündürəm, deyil? Mən düşündürəm dəvətdir, qardaş. Mən düşündürəm cəmaatçılıqdır. Sənə düşündürən o düzgün dəvət, qardaşım, sənə düşündürən o düzgün dəvət necə olmalıdır? Əsas məqsədlər qalıb quraqda, sən deyirsən ki, bir adam onu ora yerləşdirən məqsədi sən hardan bilirsən, bu sualı sən özün də yaxşı bilirsən. Biz nə deyirik ki, ona? Mən qələt edirəm, mən bilmərəm, mən qeyb-evindən xəbərim yoxdur. Qardaş, belədir, əla. Rozet bir dənə götürərdi, yəni çünki onu yerləşdirmə ora, çünki tərcümə edeyim.
vardı dərsi, tərcümə edib birləşdirərdi. Bilən ilk dəvət məqsədi var və əladır. Hamı da dəstək verərdi. İndi yəni... Məqsədi o deyil, qardaş. Bu üçün bu ondan deyil, axı. Göçən əsən təfasından öz məqsəddə doğru nədən istifadə edəyəsən. Sən, qardaş, sən dəvət deyəndə... Bu gün sənisi gəlir, qardaş. Belə gəlir ki, bu gün hərə, öz məqsədində bu nədən istifadə edir. Məqsəd nə deyirsən? Yəni, əstəğfurullah, müsəlmanlar bəlkə yahudilərə də xidmət edirlər, məqsəddən danışıram. Səndən danışmıram. Çünki onu yerləşdirir, sən də bilsən qəsd nədir. Bilmirəm mən onun qəsd nədir. Yenə deyirsən, yapışın məndən qəsd nədir. Harada bilim o məqsəd nədir? Mən onu tanıyamam sən bilə. Sən dərs deyirsən orada... Bundan sonra işitsən, yanındakından sonra işitsən sənə qəsdini. Yalan nədir deyil. Mən belə dedim ki, zahirən belə görsən ki, yəni Mədinə tələbələrindən elm götürülmür. Zahirən belə görsən. Ha, belə görsən ki, tələbələrdən elm götürmür, çünki saqqallarını qırxırlar. Qamətdən, onun yanındakilərdən, bax budur. Və belə zahirən belə görsən. İndi yaxşı, bura gəlib çatdıq, qardaş. Açıldı indi inşallah. Yəni, Mədinə tələbələrinin adını ofis çəkmək, yəni demək olmaz, yəni orada yəni ola bilsin istisnaları var da, başa içərisində. O qardaşlar hansılar ki, laf məqsədini sən deyən kimi mən səndən yəni belə asılxayanda yəni razılaşdım ki, o kəslər saqqallarını qısaldırlar, yəni tələbələrdən olar. Onlardan elm götürülmür. Sən buna əksən yoxsa razılaşırsan? Deyirəm ki, o məsələ ki var, hansı ki, bu verilib, məqsədi indi qardaş dedi ki, məqsəd tutaq ki, olsun ki, Mədinə tələbələrindən, yəni elm götürülmür tələbələrindən. Çünki onlar saqqallarını qısaldırlar. Mən də o düzgünlük verirəm ki, ola ki, hamısı yox, kimlər ki qısaldırlar, onlardan yəni götürülmür elm. İndi mən sən biraz söz deyim. Baxın, mən sən söz deyim. Sən Mədinə tələbələrindən, mən bir Allah qardaşa da danışanda da ona da dedim. Diyorlar ki, bizdə olanları çıxsan, belə əksəriyyətini tanımıram. Çünki çoxdur tanımıram. Bizdə olanları çıxsan. Kimlər ki, saqqalını qısaldırlar, ha? Sən bilirsənmi ki, onun tutaq ki, saqqalını qısaltmaq olsun, üzrün var deyil, buna məcburdunu deyil. Bilirsən yoxsa belə danışırsan? Birinci qardaşlarım, mənim maraqlandırmır kim saqqalını qısalır, mən özümə cavab deyəm. Deyəcəm, sənin sualına cavab verəcəm. İkincisi nədir? Buna cavab ver. İkincisi nədir? Onun saqqalını qısalıb qızartmamağına, yəni, sən bayaq deyirsən, onun zahiri göstərir ki, onun heç bir üzrü yoxdur. Mukrahdır. Necə? Mukrahdır, bəyəm saqqalını qısaldır. Sən nə deyirsən ki, ona görə qısaldır? Sən indi deyirsən, deməli, bilməliyəm ki, o üzrü var, yəni, saqqal qısalmaqda, yəni, bizim bugün Azərbaycanda var, üzr var, sual verirəm sənə. Bəli, var. Nə üzr? Nə üzr məsələn? Bu uzun söhbətdir. Yox, qardaş, xeyrə şeyzəd yoxdur. O hamı saxlayır. Bəs sənlə mən necə saxlayırıq onda? Mən sənin sözündən razı deyiləm. Ona görə razı deyiləm ki, bəli, şeyx olsam, hətta Allahın sözü, bəli, tənqid nöqteyi nəzərindən burada bir şey yoxdur. Yəni, şeyx olsam, hətta Allahın özünə qalsa üzrəyinə, dəxli yox, ümumiyyətlə, saqqaldan bir tıkından qoyan da qısaltmalı caiz görmür. Görmür, o şeyx olsana görə bu da fasiqlidir, dəxli yox, bir tərəfə müdərgə saqqaldan... Ay qardaş, mən sənə sual verirəm, sən gəlin getdin, çıxın Fikir Fovzana. Sən fətvanın ətrafında danışır, sən mən deyirsən... Fətvanı qoyduq qırağa, mən deyirəm ki, bu inci tələbələrdən hansılar saqqalını qısaldırlar, onlardan elm götürmək olar, olmaz, ondan getdi sual verdim sənə. Olar? Bəli. Dəlilin nədir ki sənin? Deməli o bizim fəhmimiz Şeyx Muqul Rəhməllah deməkdən demiş ki, alimlərin fəhmindən üstündür. Heç bir havamıza şəhvətində tabi olub deyə olar. Kimdən götürmək olar ki, məsələn? Qardaş, qulaq var. Sən indi Şeyx Fovzana, elə soruşansan, Şeyx Fovzanla Azərbaycan barədə və necə demişsən, Azərbaycanda belə elm tələbələri. Zəngilə, bu barədə mənə verdiyin sualı təfsilatlı şəkildə ona ver. Qardaş, narahat olub vermişəm. Şeyx olan vermişəm, Şeyx bunu mənə vermişəm. Azərbaycanda çox yaxşı tanıyırlar. Şeyx Fovzana zəngilə ver. Verməyəcəm, mən onun yanına gedəcəm inşallah, ondan sonra birbaşa. Mən zənglə işim yoxdur. Necə? Mənim zənglə işim yoxdur, mən birbaşa gedirəm inşallah özündən soruşuram, Allahın izni ilə. Soruş, zəng silə. Nə olar, eləyərəm inşallah. Yəni biz o zəng o mənada zəng mənasında yox, yəni ki, soruş və zəng silə. Denən ki, bax, vəziyyət belə belədir.
Qardaşım, biz vermişik. Bax, bu sual var. Ben bu verdiyim sual kifayət deyilmir. Mənim danışığım belədir. Sən mənə neçədə bu sual versən, mənim danışığım belədir. Deyirəm ki, yəni, mən bu sualı artıq vermişəm də, bəs bu verilən cavab sənə qane eləmir. Qardaş, Şeyx Fovzanın sözü, Şeyx Fovzanın sual verilir ki, sual verilir. Sən ərəbdə qulaq asdın o suala? Qulaq asmışam. Ərəb dilində. Orada necə gedir? Elm tələbələri içərisində saqqalını qısaltmaq, saqqalını götürmək yayılır. Aylı, ayısı olar. Təbii ki, Şeyx Fovzan nə deməlidir, əxi? Nə deməlidir ki? Qoy sən deyən kimi desin ki, mənim qardaşım, qoy sən deyən kimi desin ki, baxmaq lazımdır o ölkənin halına, əhvalına, bəlkə üzürləri var. Niyə demədim onu? Sual elə deyil, əxi. Sualın müqabilində əlqid nöqtəyi nəzərindən cavab haqdır. Biz cavabdan danışmırıq. Amma sən məsələn sualı gəl. Cavab elə qoyma. Sual sən iki yöndən ver. Nə yöndən verim? Məsələn, sən Şeyx Fovzan hafsallı özü saqqalını bir tutumdan boyana qısaldan da görmür. Görmür, Görmür onu. Hayır, görmür. Onda indi götürək bir tutumdan oyuna kimsə qısaltda ondan elə götürmək olmaz. Bax, mən Şeyx Fovzanın özünə, o sualdan sonra, o sən deyən sualı vermişəm, şəxsən belə. Mənim indiyə qədər belə yazmaq, yaymaq, sən bəyək qeyd elədiyin kimi insanlarla fəsad törətmək fikrim yoxdur. Mən haqqı özüm üçün öyrənirəm, bir də kim mənə soruşanda deyəm belə. Mən şeyxə sual vermişəm, şeyx, bəs elm əhlinin arasında bir qabdadan, yəni bir ovucudan aşağı götürünənlərə alimə baş götürmək olar, yəni bir an. Deyir, o elm əhli arasında nədir? İxtilafdır. İmam Əhmədin adını çəkdi, bəzi tabinlərin adını çəkdi. Nə? Artıq sən artıq məsələn fikrini soruşursan, aydındır. Ondan gelmir, söhbət ondan gelir ki, sən sual vermişsənmi ki şeyxə? Bayaqlar dediyimiz məsələ ki, saqqalını qısaldanlar. Saqqalından şeyx özü belə deyir, bir saqqalından götürür. Götürür, Düzümü? Şimdi saqqalı bir tutumdan oynadır götürən saqqalını yerdə götürür. Yox, sən onu lüğavi mənasına baxırsan da, sən şeyxin qəsdini adı bilə bilərsən. Baxacaq, bax. Mən bilirəm ki, əgər Şeyx Fovzan olsaydı ki, bir tutumdan o elə götürmək olar, mən sən deyənlə razılaşardım. Bax, mən bunu dinləyəndə biləm bax Şeyx Fovzan bu barədə rəynədir. Ay mənim qardaşım. Şeyx Fovzanı görə saqqalını götürmək, bir opsiyon oynanır. Qeyd edelim. Mən bunu bilirəm, bu etiqatlı olan. Ay qardaşım, baxın, mən sənə ənifən, yəni bir öncə mən sənə qeyd elədim ki, mən şeyxin özündən soruşmuşam ki, qabda məsələsində alim axını deyir ki, ona aidiyyəti yoxdur. O ixtilafdır. Şeyx olsan bir opsiyon oynanır deyirsən, deyirsən şöyle olur. Elm tələbələri içərisində. Bu bayaq dediyimiz həmin şəxslərə aid deyə yox. Yəni istəyirsən o da olsun, onu vermişəm. Yəni mənim başım çıxmır, sən niyə anlamaq istəmirsən? Sən niyə bunu başa düşür? Axı, mən Fovzan rəynət məsələdə bilirəm ki, Fovzan caiz görmür. Nəyə gəl görmür? Şeyx deyir ki, kim saqqalından götürsə, elm tələbə sayılmır. Yaxşı, mən qarşı, sən çox gözəl bilirsən ki, İbn Bəz, İbn Feymin, Şeyx Muqbil, hamısı bu, Şeyx Albani'nin bu məsələsində ona müxalif idilər hamısı, elədirmi? Ona indiyə demişlər ki, Şeyx Albani saqqalından götürdüyünə görə, yəni bir qab gördüyünə görə, yəni o dəlilləri ona fasik deyildilər. Mən bilirəm, heç kim bilir. Demir, ay sağ ol. Yəni bu boyda alim də Şeyx Fovzan balaca uşaq deyil, o da bilir ki, bir qab məsələsini deyir. Və sən niyə deyirsən onda ki, yəni onda biz Şeyx Albaniyada şey deməliyik, fasik deməliyik. Mən demirəm, deməliyik. Adın yüksək. Sən müşkil mənim sözlərimi. Mən deyirəm ki, sabah bir cahil götürər onu. Sən dəqiq dinlə. Mən deyirəm, sabah o fətvanı bir cahil götürər və Albaniya cərh edir. Yəni mən də səndən, yəni belə zənn edirəm ki, səndən yaşda böyüyəm. Din nəsihət, dində qulaq. Sən də danışanda inşallah biraz aramla danış, təfsiri biraz geniş elə.
Sənin də sözünü götürürlər ona deyir, bu burşı cahillər. Deyirlər ki, Əbu Zeyd hamının şeylədir, o məsələ. Deyirlər ki, Əbu Zeyd hamının şeylədir, o məsələ. Hocam, Allah olsun, elə deyil məsələ. Mənim bir Allah qardaşa demişəm. Saqqal vardı, mənim olsa dərsim oldu. Yəni, saqqalın fakirliyi vardı. Bir Allah qardaşa demişəm, mən özüm aydın deyib, burayı deyəm ki, saqqaldan bir tutumdan, yəni bir qabzadan götürmək də caiz deyil. Saqqaldan götürmək caiz deyil. Mən öz rəyimdən danışmıram. Mən demişəm ki, orada sən dərsi dinləsən. Sən bir dənə at bir dənə həmin o pozdanı sən deyirsən, at bir dənə həmin rolika digərə bax. Bax gör insanda ne şey yaratır. Biz şey pozdan təqlasından mən demişəm ki, orada sabah bir cahil götürəcək bunu. Və vuracaq arıdan necə ki deyiblər. Özünə zəngin. Yox, qardaşım, sənin zənninin yaxşıdır o haqqında. Amma o sabah götürəcək, onu Albani vurmayacaq, qardaşım. O saqqalını qırxdıran tələbəni vuracaq. O saqqalını qırxan tələbəni vuracaq. Albani vurmayacaq inşallah. Deməli, yaxşı, məqsəd budur ki, belə danışada, məqsəd budur ki, cəmaatı tələbələrdən ayırmaq. Xeyr, məqsəd budur ki, inşallah məqsəd budur ki, mənim şəxsən sualımda ora qoyandan xəbərim yoxdur. Sən dinlə. Mən sualı nəyə görə vermişəm? Mənim məqsədimi Allah subhanət hala bilir. Mən sualı vermişəm ki, məqsədim olur ki, o elm əhlindən götürürlər. Fərqdir mənim məqsədim. Deməli, xülasə, amma o yerləşdirəndə nədir? Yerləşdirən qəsd nədir? Cəmaat da bilir. Cəmaat da, o yerləşdirən cəmaat, mən belə zənn edirəm ki, alə kulli həl inşallah o müsəlmandır, mən yaxşı zənn edirəm ki, yəni, o haqq, avam cəmaat da bilsin bu haqqı ki, elm kimdən götürülür? Yəni, xülasə, məqsəd budur ki, insanlar saqqalı olmayanlar heç götürməsinlər. Saqqalını kim qısaldır? Saqqalını. Qısallığı yox, qırxır. Necə? Qısalmır, qırxır. Necə? Lezvana? Lezvanın qırxanlar da var, indi maşinkan eləyənlər də var, əlhamdülillah. Lezvana qısaldığını elə üzə bilərlər? Onu tələbə də, sən onu yersən, tələbə də, qardaşım, tələbədir. Örnək, ibrət. Qardaş, örnəkdir, ibrətdir, nəsiyyət elə. Necə? Nəsiyyət Nəsiyyət eləyər, eləyir, əlhamdülillah. Nəsiyyətə qulaq asılır. Nəsiyyət eləyir, əlhamdülillah. Öyle orada özünlə nəsiyyət eləyər. İnşallah sən də nəsiyyət elə, inşallah sən də nəsiyyət elə. Qardaş, biz nəsiyyət eləyirik. Öyle dərsdə eləyərdim, nə nəsiyyət? Kərəmin özünə problem qılır. Amma söhbət ondan gedir ki, nəsiyyət ucur edilir. Necə eləyir nəsiyyət? Bu təşkilatçılığa xidmət edir. Cəmaatçılığa xidmətləndir. Sən qardaş, müsəlmanlar haqqında xahiş eləməyən bir yaxşı zənn elə də qardaşım. Sən müsəlmansan axı. Yaxşı zənn elə. Ən yaxşı zəndir. Ən yaxşı zəndir bu axı. Ən yaxşı zəndir ki, bunlar kəfkəri demək, ən pis zəndir onda İslamdan çıxartmaq. Sən özün yaxşı bilirsən ki, qardaş, bu uşaq oyunu oynamaqdır. Uşaq mən, ümumiyyətlə, mən Azərbaycanda uzun müddət yoxam qardaş, mən haqqı... Aha, nədir? İnsanların məqsədi, dəvət qurulub şəxslər üzərində. Ay, sən uca vurdun da, soqtardı. Bu dəvət elə sən deyən kimi şəxslər üzərində qurulub dindi. Bəzilən iş gücü insanlara əldən çəkindirmək. Kimdən? Bu olmalı deyil. Allah'ın dinə, o dəvət edirsən, Allah'ın dinə dəvət elə. Allah'ın dinə dəvət edirik də. Allah'ın dininə inşallah düzgün dəvət eləmək lazımdır, mənim qardaşım. Qardaş, Allah'ın dininə, məsələn, nə düzgün dəvət edilir, sənlə narahat edir. Məni heç nə maraqlandırmır o adı. Mən öz dəvətimi eləm, əlhamdülillah. Mən də sənə deyirəm ki, onu yerləşdirən adam ki var, hələm o ki, məqsədi nədir, sən ki deyirsən ki, məqsədi bu olsun ki, məsələn, Alban deyil, aydındır. Çünki aydındır ki, onu yerləşdirən məqsədi Alban deyil, məqsədi aydındır. Bütün tələbələrdən ki, saqqalından götürür, onlardan elm götürür. O insanlar dəvətlə məşğul olmamalıdırlar. Sən ki, bu insana deyir ki, o dəvət eləyən ki, sən də Allahın yoluna dəvət elə. O da demək istəyir ki, inşallah, yəni, sən belə necə zahirdən götürmürsən onu qoyduğuna görə, mən də inşallah elə hökm verirəm ki, inşallah o insan da demək istəyir ki, yəni, o insan saqqalını götürməyi bir yana heç dəvətini etələmir. Ondan dəvət götürmək olmaz. Öləmir, dəvət eləmir, deyir. Məsələn ki, mən konkret üçün dəvət eləmir. Yəni, kim inşallah Azərbaycan dəvət edir, o saqqalını qısaldanlardan nəzər tutur da? O kim dəvət eləmir,
qardaş, sən belə niyə danışırsan? Mən bilmirəm, qardaş, biz ondan danışırdıq. Sən ki, biz də zahirinə götürürük ki, kimi dəvətlə, bıraq ki, o yerləşdirəcək, o səndə olduğu adamın etdiyi dəvətin ifadəsini eləsin gedir. Doğru, elə güclü dəvət edir, hə? Elə güclü dəvət edirlər, hə? Yəni, elə güclü dəvət gedir, hə, deyəm Azərbaycanda? Elhamdülillah. Elhamdülillah. Yəni, sən bu dəvətlə razılaşsan, düzgün dəvətdir. Nə, məsələn, sən razı ol, məsələn, hansı yöndən deyirsən? Qardaş, dəvətimiz normal tohidə dəvət eləməkdən gedir də söhbətdə. Yəni, biz başqa şey dəvət eləməyiz ki. İnşallah tohidə dəvət eləməyik. Səni qane eləməyən nə var? Mən yenə deyim, mənlik deyil, hadi. Bu insanlar, yəni... Sən danışırsan, mən sual verirəm, sən mənlik deyim. Kimlikdir, səni də danışıram da mən. Ay kişi, mən deyim, problem yoxdur. Mənə bax, qardaş. Yox, mən sənə deyim də. Qoy bir dəqiqə deyəm, mən deyim sənə. Məni qane eləmək yox. Qardaş, bir dəqiqə deyəm. 20 ildir dəvət gedir. Bir dənə xütbə gətirə bilərsən, bir dənə dərs. Muhammed bin Abdülvahab kimdir? Gətirə bilərsən? Bəli. Gətir onda. Mən görməmişəm, qardaş, yalan danışma. Gətirə bilərsən? Bəli. Gətir onda. Mən görməmişəm, qardaş, yalan danışma. Hani heç kəs Muhammed bin Abdülvahabın həyatını, dəvətini, minhəcini... Qardaş, haradadır? Gətir göstər. Bir, iki də, haradadır qardaş, haradadır? Girin mən qulaq asım, haradadır? Onun ismi Hazreti Muhammed sallallahu aleyhi ve sellemin ismiyle eynidir. Muhammed. Muhammed. Atasının ismi ise Abdülvahhab. Abdülvahhab. Muhammed İbni Abdülvahhab. Babasının ismi ise Süleyman İbni Ali. Bir təzə dərsimizə başlayırıq. O da məşhur kitablardan biridir. Kitab-ı Tavhid, Şeyh Muhammed Abdülvahhabın. Və lakin kitaba hələ başlamamışdan qabaq istəyərdim ki, biraz şeyxin həyatına toxunaq. Çünki doğrudan da bu alimdən böhtanlar çox danışıblar. Göy ki, şeyx belə deyir və belə deyir, amma əksində hamısı şeyx özü hələ o vaxtı Və Abdülvahhab Rəhməllahın özünə gəldikdə isə Abdülvahhab Rəhməllah 1100 təxminən 15-ci ildə
bugünkü günümüzdə, yəni Saud, yəni torpaqlarında, yəni doğulub və o öz ilk vaxtını, demək, o uşaqlığında çox hafizəli olub. Hətta bəzi ondan nəql edənlərə görə deyir artıq o 7-8 yaşında o artıq Quranı hafiz idi və 10 yaşında təxminən o Məkkədə imam dayanıb. Və o qədər hafizi, o qədər fəhimli bir insan olub və o başlayıb. Allah'ın izniyle bugünden inşallah Kitab-ı Tevhid'in şerhine başlayacağız. Kitab bildiğiniz gibi Şeyhülislam Muhammed bin Abdülvahhab'ın Tevhid kitabının şerhidir. Heç kəs Muhammed bin Abdülvahhab'ın həyatını, dəvətini, minhəcini... Ha qardaş, haradadır? Gətir göstər. İki də, haradadır qardaş, haradadır? Girin mən qulaq asım, haradadır? Ha, baxa bilər. Qardaş, mən şeydə baxmışam. Yox, vahabilik yox, aydın məsələdir. Bir-iki dənə elə belə kəlmə yox, qardaş. Konkret, şeyxin kimdir, harada, şeyxin risalələri, yəni şeyxin dəvəti. Qardaş, yaxşı, Allah səkini olsun. Sizin dəvətiniz ancaq budur. Qəbrə gedən müsəlmandır. Qəbrə gedənlər müsəlmandır, cahildir, avvamdır. Sizin dəvətiniz 20 ildir bu olub. Onlara müşrik deyəndə xavar işdir. Əqidəviz budur. Namazı da özdə başa salsan orada, kulliyə tərki ilə tənbəlliyi orada qarışdırmısan aləm bir-birlə, bilməm.